Salam aleykum dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Torpaq qiymətinə təcili villa təqdim edəcəm. Gördüyünüz bu möhtəşəm villa 3 mərtəbə, 500 kvadrat, 8 otaqdan ibarətdir. 12 sot torpağın daxilindədir. Həm torpağın, həm də tikilinin kupçası var. Təhcənə bu 12 sotun qiymətinə satılır. Düz asfalt küsədir, evin qarşısına kimi asfaltdır. 3 mərtəbədir, 8 otaqdan ibarətdir. Gördüyünüz kimi üzəri təmiz ağlaydı, ən bahalı ağlayla üzlənib. Elə torpağı ilə ağlayının qiymətinə satılır. Qiymətini də ilk öncə deyim sizə, 360 min manat deyilir. Həyətyanı sahəsidir, orada su ambarıdır, 4 divar hamısı hasara alınıb. Burada hovuzun yeri və yaxud da qarşı tərəfdə də meyvə ağacları əkilib. Hovuzu hansı istiqamətdə istəsəz qura bilərsiniz. Bura meyvə ağacları əkilib, qazı su işığı daimidir, kanalizasiya sistemi var, suyu dövlət suyudur və evin də özünü görürsünüz, çox möhtəşəmdir, 3 mərtəbədir. Bütün otaqların sanitar qovşağı, hətta daxilində parnoyna kimi var. Gəlin, indi isə keçək, daxilini də sizə göstərim. İzləyicilər, bura villamızın 1-ci mərtəbədə olan qonaq otağıdır. Tam əşyalı satılır. Otaqlar hamısı parketdir, mozaika parketdən istifadə olunub. Tavanlar hündür. Burada gördüyünüz əşyalar hamısı qalacaq. Görürsünüz, 3 tərəfə böyük pəncərəsi olan qonaq otağı 1-ci mərtəbədə. Gəlin, keçək, digər otaqları göstərim. Pilləkənlər hamısı qoz ağacından yığılıb, betondur, ara kəsmələr monolit. Gəlin, burada koridor hissəsini göstərim. Bax, evin əsas giriş hissəsi buradır. Girişdə sağ tərəfdə şkaflar yığılıb, yeri stip oldu. Damafonuna kimi quraşdırılıb, burada mətbəx yerləşir. Mətbəx mebeli yığılıb. Mətbəx mebeli biraz zəifdir, dəyişdirə bilərsiniz. Elə bir qiymətə satılır ki, təzədən bura kim alsa öz zövqünə uyğun bir 50 mində qoya bilər. Kombi sistemi var, hamısı qaydasında. Pilləkənin altında kladovkası var. Bütün radiatorlar hamısı quraşdırılıb. Burada 1-ci mərtəbənin bir yataq otağı, yataq otaqları da hamısı maşallah olsun çox genişdir. Kvadrat formasında və geniş, tavanlar da hündürdür. Otaqların təmiri qəşəkdir. Yəni otaqların təmirinə ehtiyac yoxdur. Bura parnoydur. Heç istifadə eləməyiblər. Parnoydur, yer istipol. Hər mərtəbənin özünün sanitar qovşağı var. Bura 1-ci əlavə olaraq sanitar qovşağı və onun yanında böyük hamam otağı. İndi isə qalxaq, 2-ci mərtəbə ilə sizi tanış edeyim. Mərtəbədə yalnız yataq otaqlarıdır. Belə bir açıq oturma yeridir. Burada divandır, stoldur. Burada ümumi balkona çıxan qapısıdır. Balkonu göstərim. Belə bir balkonu var, səliqəli şəkildə. Gəlin, yataq otaqlarını göstərim. 2-ci mərtəbədə yalnız böyük yataq otaqları, hamısının ölçüsü çox böyük olan yataq otaqlarıdır. Hamısında içində əşyaları var. Parketi əladır, aboyları əla. Bir dənə lüstrlar lazımdır. Bura 2-ci yataq otağı. Burada bir uşaq otağı var. Və 2-ci mərtəbənin ümumi hamam otağı. Bütün hamam otaqları hamısı istipoldur. Gəlin, indi isə qalxaq, 3-cü mərtəbə ilə sizi tanış edeyim. İzləyicilər, bura isə sonuncu mərtəbəsi olan 3-cü mərtəbədir. 3-cü mərtəbədə elə bir adilli bir evdəsiz. Burada bir qonaq otağı, 2 yataq otağı və burada da mətbəxi var. 3-cü mərtəbədə olan adamlar üçün görürsünüz, sol tərəfdə şkaflar yığılıb, qaz peçi qoyulub, suyu çəkilib. Qabağında balkonu. Yəni, 3-cü mərtəbədə kim olsa hamamına kimi var. Aşağı düşməyə ehtiyac yoxdur. Burada da yataq otaqlarıdır. Əşyalar burada da lap təzədir. Hamısı qiymətə daxildir. Gəlin, 2 yataq otağıdır, bir zal və onun yanında da hamam otağı ilə mətbəxi. Bura əlavə bir yataq otağı. 3-cü mərtəbədən az istifadə olduğuna görə buranın lap təmiri də əşyalarıdır, çox gözəl qalıb. Və burada 3-cü mərtəbənin böyük bir hamamı. 3-cü mərtəbədə də istipoldur yer. Dəyərli izləyicilər, qiymət bütün məlumatları qeyd eləmişəm. Ünvanı aşağıda yazmışıq. Kimə maraqlı olsa 1-2 saat əvvəl zəng eləsin. Xahiş edirəm, real əlində pul olanlar zəng eləsin, çünki təcili satılır. Sağ olun, var olun.